Müğənni Kəmalə Günəşli canlı efirdə yıxıldı. Xəbərin ünvanı xəbər verir ki, tanınmış müğənni Kəmalə Günəşli rəngarəng verilişinə qonaq olarkən gözlənilməz hadisə ilə üzləşib. Sənətçi canlı efirdə səhnəyə çıxaraq verilən musiqilərin ritmində rəqs edərkən qəfil tarazlığını itirib. Daha sonra divana əyləşmək istədiyi an ayağı burxularaq yerə yıxılıb. Hadisə anında verilişin aparıcısı Zaur Nəbioğlu və reper Qurd dərhal Kəmaləyə kömək edərək onu yerdən qaldırıblar. Müğənni ayağında ciddi ağrı hiss etdiyini bildirib. Qeyd edək ki, Kəmalə Günəşli bir neçə gün sonra Moskvada toy məclisinə qatılmalı idi. Hazırda sənətçinin vəziyyəti və səfərlə bağlı planlarında dəyişiklik olub-olmadığı məlum deyil. Hadisə anına aid kadrları təqdim edirik. Sən Nagin Kazımova ilə ortaq cəhətin təkcə bu oldu. O da səhnədə yıxılıb, sən də yıxıldın. Vəssalam.